Martın 9-da keçirilən 11-ci siniflərin buraxılış imtahanında Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Milli Qəhrəman Polad Həşimov adına Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Telman Əsgərov maksimum olan 300 bal toplayıb. O, uğurunun sirrini çox yox, keyfiyyətli oxumaqda görür. Mən buraxılış nəticəmi ənənəvi üsulla yox, fərqli şəkildə öyrəndim. Bu nəticəni öyrənərkən mən evdə deyil idim, çöldə idim. İş nömrəmi bilmədiyim üçün hər hansısa bir axtarış sisteminə 300 bal toplayan şagirdlər yazaraq öz adımı orada gördüm və həqiqətən çox sevindim. Gələcəkdə informasiya texnologiyaları sahəsində özümü inkişaf elətdirmək istəyirəm. Əsaslandığım ən böyük prinsip çox yox, keyfiyyətli oxumaqdır. Bunu da gələcək abituriyentlərə tövsiyə edirəm. Çox sevincliyəm bir ibtidai sinif müəllimi kimi ki, Telman belə bir yüksək nəticə toplayıb. Bu, Telmanın əzmkarlığının nəticəsidir və az da olsa burada mənim payım olduğuna görə çox sevincliyəm. Ondan bu nəticəni gözləyirdim. Çünki Telmanın dərslərə münasibəti, davranışı, eyni zamanda suallara diqqətlə yanaşmasından əmin idim ki, bir gün gələcək, o böyük bir uğura imza atacaq. Bugün həmin gündür. Əsgərov Telmanın 300 balı hamımızı dünəndən çox sevindirib. Telman çox çalışqan, aşağı siniflərdən əzmlə çalışan bir şagirdimiz olub. Təkcə Telman yox, deyərdik ki, 11A sinifinin əksər şagirdləri qənaətbəxş ballar yığıblar. Məktəb təkcə bu il yox, bundan öncəki illərdə də yüksək nəticələr əldə edib. 11A sinif şagirdi Telman ən yüksək nəticə göstərərək həm bizi, həm müəllimləri sevindirmişdir. 28 nömrəli məktəbin ümumiyyətcə son illərdə uğurları daha çoxdur. Bunun başlıca səbəbi 28 nömrəli məktəbdə olan güclü ibtidai sinif müəllimləri, həm də fən müəllimləri bu işin əsas memarıdır. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.